Salam hörmətli izləyicilər. İyul ayının 13-də mövzunun özü gəldi, bizi tapdı. Cərgədən düzümüz var. Çəkələ Əlova tərəfə bundan əvvəl bir video çəkmişik. Araşdırdıq ki, internetdən tam cərgədən düzüdür. Qiyməti də $100.000. Boyundakı həşəratlar elə bildik ki, balasıdır. Cəminay dedi ki, balasını torpağa bastırır, torpaqda inkişaf eləyir. Bitlər də hamısı. Ayhan şəklin üstünə hücum çəkdilər. 100 dənə çıxartmısan? Çox da qoy görüm. Bitlər görsənir, bax gör. Kamerada görsənir. Nə qədər yaxınlaşdır? Bax, hərəkət edirlər. Brown hərəkəti. Düzülərin brown hərəkəti. Təmizlədin? Təmizləyirəm abi. Bu Həyata qaytara biləsən. başının altına giriblər. Bu qolunda var. Qurtarıcı mələyi olasın. Başqa Bir dənə kimyəvi vasitə ilə təsir edə bilərik. Qorxuram ki, düzümüzü öldürür. Düzü. Hadi. Ayhan səni həyata qaytarmağa çalışırsan. Həşəratdan təmizləyir. Bax, gör, qarnının altında da var. İngiliscə nədir adı buna? Uzun adı var da Rhinoceros beetle'dır. Beetle da bizim bildiğimiz normal peynir doğrulayan Beatles qrupu var axı. Onlar elə o adı daşıyırlar. Beatleslar. Beetle peynir yuvarlayan düzülərin hamısına beetle deyirlər. Bu da onlardandır. Sadəcə bunun buynuzu var. Onun adı Rhinoceros'tur. Buynuzuna bax. Cərgədan ne? Cərgədan tacı var ya başında. İlan dişinə bənzəyir. Düzünü həyata qaytarasın, evi bitləndirəsin. Hərəkətə başladı. Hərəkətə başla. 1, 2, 3, 4, sol. Sol. Gəl bəlkə yandıraq. Nə yandırırız? Düzünü, bitləri. Bitləri aparıb çölə atarsan. Kağız gətirərdin də, sən niyə şəklin şüşəsini xarab edirsən? Şüşə də yiyarıq. Yoxsa güclü Nə qədər biti var? Biraz çəkil arxaya. 1000 dənə bit çıxacaq. Çox böyükdür də. Mən də bit olsam belə böyük şeyin üstünə gələrəm. Heç nə də eləyə bilmir. Kiçik bir şeyin üstündə bit çox olanmırsan ki, çox. Qabaq əlləri ilə bitləri təmizləyənmə. Da bəlkə də qəbullanıb da ölmək istəyir. Qollarında. Bəlkə elə son anlarında bitlər bunu yeməlidir. Yaxşı, bitin sonra təmizləyirsən, qoy ovuzuma. Da. Yandan profildən yaxşı görsən, qoyunuz. Bir dənə də şəklini çəkim. Müştəri axtarırıq cərgədən böcəyimizə. Cərgədən böcəyi satışa çıxdı. Al. Kim istəsə müraciət eləsin, köşəyə döndük. Daha biz milyonçuyuq. Apar bitləri tökələ. Gəl bitlər apar. Bitlər də elə yaxşı hərəkət eləmirlər. Yavaş-yavaş gəzirlər. Zıplamırlar. Bunlar bit tutullana bilirlər ki. Bəlkə bir ədlər. Qaşınmağa başladım Ayhan. Sən neynədin? Gəl apar.